Salam, bağışla tanımadım səni. Sənin yerində tikilən bu şadlıq sarayına baxıram. İşıqlar parıldayır, musiqi səsləri gəlir. İnsanlar rəqs edilir, amma mən o səs-küydə yalnız sənin səssizliyini eşidirəm. Sən idin bir vaxtlar burada, sadə və bəzəksiz. Burada bir vaxtlar gülüşlərin, zəng səsinin, müəllimlərin səsi, uşaqların ayaq səsləri var idi. Hər küncün bir xatirə idi. Heç dostluqlar, sağlam mübahisələr, müəllim tərifi ya da ki, xəfif danlaqlar. İndi isə həmin divarların yerində musiqi sədaları, rəqs edən insanlar, parıldayan, sayrışan işıqlar var. Burada iki həyatın kəsişməsi var. Biri bitib, biri isə başlanğıcdır. Səni söksələr də, səninlə yaşadığımız illər, xatirələr heç vaxt sökülə bilməz, silinə bilməz. Sənin yerində nə olursa olsun, sən bizim yaddaşımızda həmişə qalacaqsan. Mən həmişə bura gələndə nostalji hisslər yaşayıram, xəyala dalıram. Sarayın həyətində gəzişəndə fikirləşirəm ki, görəsən, indi atdığım addımlar 50 il əvvəlki izlərimin üzərinə harda düşür. Ümumiyyətlə üstə düşürmü? Bəlkə burada, bəlkə başqa yerdə. Fikirləşirəm, sinif otağı təxminən burada idimi? Yaxud müəllimlər otağı burada idimi? Və yaxud filan şey harda idi və s. Amma onu bilirəm ki, biz hər tərəfdə idik. Xəyalən sənin plan xəritəni çəkirik. Adam az qala ağlamaq səviyyəsinə qədər kövrəlir. Biz səninlə həyatımızın ən saf dövrlərini yaşamışıq. Təəssüf ki, bizi gülüş səslərimizlə, tənəffüs səsküyü ilə, müəllimlərin səslərinin əks-səda verdiyi, bizi qoynuna aldığı, ağuşuna aldığı o doğma divarlar artıq yoxdur. İçimdə qəribə bir hiss oyanır. Sənin yerində şadlıq sarayı görürük. Bir vaxtlar xəyallarımızın sarayı olan yerdə. Sən bizə bilikdən daha çox həyat dərsi verdin. Bizi cəmiyyətə, şəxsiyyət olaraq təqdim etdin. İndi sənin yerində toylar keçirilir. Bəlkə də bir zamanlar sənin öz ağuşuna aldıqlarındır ki, onların övladları, nəvələri burada öz həyatlarını qururlar. Vaxtilə bizim xəyallar qurduğumuz bu yerdə, bu məkanda. Bir vaxtlar top qovmuşduq. Tənəffüsdə dostlarımızla gülüb danışmışdıq. Bəzən müəllimlərdən qorxmuş, bəzən qürurla lövhəyə çıxmışdıq. İçində qəribə bir ikilik var. Həm nostalji, həm də təbəssümlə dolu təəssüf. Keçmişin səsini eşitmiş kimi oluruq. Hansısa sinif yoldaşının gülüşü, hansısa müəllimin ibrətamiz nəsihətli sözləri və s. Sən bizim üçün təkcə bir bina deyildin, həyatımızın qayğısız illərinin şahidi idin. Bizim həyat yollarını işıqlandıran bir mayak idi. İllər keçib, çox şey dəyişib, amma mənə elə gəlir ki, sənin giriş darvazan təxminən yerindədir. Hansı ki, o qapıdan nə qədər şagirdlər daxil olublar və sənin adına həyat uğurlarına imza atıblar. Sən bizim üçün, məzun 75 üçün elə həmin ayrıldığımız yerdəsən. Biz xatirələrin, xəyalların gözü ilə səni görürük. Hamımız üçün doğum olmuş Kalinin adına şərəfə orta məktəbi.